Bəli dostlar, hər kəsi salamlayıram Avropadan, Fransadan, Strasburg şəhərindən. Video çəkməkdə niyyətim odur ki, baxın görün, Avropada iki tane avtomobili var, yoxsa yoxdur. Baxın, bu Tesla'dır. Bunlar var, bəli. Bunlar da ama yığışdırırlar. D Alman nömrəsi iləndir. Tesla taksi. Tesla'nın son modeli. Burada Bolt'a baxın, Lexus. Lexus 300. Deməli dostlar, mən indi Fransadan Almanya'ya keçəcəm və bu müddət ərzində sizin üçün kiçik video çəkirəm. Kiçik bir 5-10 dəqiqəlik. Baxın, əsas da bir qardaş var, onun üçün bunu çəkib ona tapıb ata bilsəm nömrəsini atacağım. Çünki mən Avropada olduğuma görə mənim yayınladığım videolar Avropa lokasiyasında paylaşılır. Ancaq baxın dostlar, Fransanın öz istehsalı var. Bax, Peugeot gedir. Renault, Peugeot, Citroen və avtomobil burada çox ucuz və əlçatandır. Gerçekten bakın, gördüğünüz gibi. Görün, burada siz iki avtomobili göreceksiniz. Bəziləri düşünür ki, güya ki iki avtomobili Avropaya gəlsə, Avropa avtomobil bazarını öldürəcək, qiymətin yəni salacaq aşağı. Bəziləri düşünür ki, Avropada dövlət rüsumu çoxdur, ona görə gətirmirlər. Amma bu əslində belə deyil. Əslində Avropalılar daha çox prestijə üstünlük verir, komforta üstünlük verir. Baxın, Mercedes, Renault, bu tərəfdən gələn Peugeot, Renault, Citroen. Baxın, görün. Baxın, bu radardır. Bu şəkildədir radar. Turba üstündə ağ-qara. Sürəti həddini də qaldırdın 50'dən yuxarı. Evə iştiraf gəlir. 1 iştiraf, 2 iştiraf, 3 iştiraf. Ondan sonra sənə bir məktub gəlir ki, gətir sən sürücülük vəsiqəni ver bizə. Sən sürə bilmirsən avtomobil. 1 ildən sonra gəlib imtahandan keçərsən. Ona görə də dostlar, burada zolaqda, keçiddə, peşəxodda adam ölmür. Şəhərin ortasında heç kimi avtomobil vurub öldürmür. Burada 30-50. Hər kəs də buna riayət edir. Yəni başqa cür hərəkət edə bilməzsən burada. Polis yoxdur, postlar yoxdur, səni yoxlayan yoxdur. Burada insanlar var ki, 10 il, 15 il sürücülük vəsiqəsiz avtomobil idarə edirlər. Qanunu pozmasın, necə deyərlər, farmazonluq eləməsin, daha sadə və loro dildə desək, səni burada heç kim saxlamayacaq avtomobili. Bir də dostlar, Avropada indi sığorta nömrələrdədir artıq. Arxanda gələn polis səni durdurmadan sənin nömrünlə sığortun olub olmadığını artıq anlayır. Baxın, BMW-lər, Audi-lər, Kia çox nadir hallarda görərsiniz. Mini Cooper'də burada Mercedesler, BMW'ler, bir de Fransa'nın öz istehsalı. Bax, Citroen Grand Picasso. Məndə də bu avtomobildəndir. 7 nəfərlik 1.6 motor, dizel, YP6 motor, 92 at gücü və şəhərin içində 4 litr yarım, trasta 3 litr yarım. Sürətlər qutusu isə robotdur, həm mexanikadır, həm də avtomat. Və bəli, Fransanın qurtaracağı da artıq bura. Biz birazdan Almanya'ya keçəcəyik və Almanya'da qardaşlar, bacılar, bəylər, xanımlar, sərhəd açıqdır. İndi özünüz görəcəksiniz. Yoxlama yoxdur. İstədiyin kimi arabayla, yəni maşınla, sonra velosipedlə, peşkom, yeriyə sərhədi keçirsən. Heç bir problemsiz. Sadəcə hal-hazırda 6 aydır Almanya'da yoxlama gedir.
tram duraqlarında, tram astanovkalarında, tramvay astanovkalarında yoxlayırlar ara sıra. Bir də böyük avtobusları, bu ölkələr arası, şəhərlər arası, əsas da ölkələr arası, şəhərlər arası o qədər yoxlanış yoxdur. Amma ölkələr arası, məsəl üçün Fransadan Almaniyaya keçən də Alman yoxlayır. Fransadan, Almaniyadan Fransaya gələndə yoxlanış yoxdur. Necə gəlirsən, elə də gedirsən. Yəni belə. Gördüyünüz kimi artıq 5 dəqiqədir. 5 dəqiqədən çoxdur video davam eləyir. Bir Kitay avtomobili siz görməmişsiniz burada. Canqan, manqan, danqan böyle avtomobiller, bir var. Ondan sonra mən onların adını çox bilmirəm. Çünki onlar bizdə yoxdur. Aktual modda deyil. Dediyim kimi bu maşınlar niyə yoxdur? Çünki bu maşınlar təhlükəsiz testindən keçmir. Var, bəli, Kitayın avtomobilləri var, orijinal. Amma onlar çox bahadır. Gəl də Kitay avtomobilidir də. Amma Kitaylar özləri Avropada hamısı Mercedesdə, BMW-də, Audi-də, Volvo-da gəzirlər və fransız avtomobillərində gəzirlər. Bəli dostlar, baxın, Strasburg bitdi, Almaniyaya keçirik. Almaniya ilə Fransanı belə bir Ren çayı ayırır. Ren çayıdır. Və insanlar buradan yerə tramla yavaş-yavaş velosipedlə keçirlər. Heç bir gömrük yox, heç bir yoxlanış yox. Sadəcə dediyim kimi, bax, bu avtobusu durdurublar. Bu Fransadan Almaniyaya gedir. Ona görə yoxlayırlar. İçində dokumentsiz adam var, kağızsız adam var, yoxsa. Bu Fransana Almaniyanın arasındakı gömrüydü. Almanların gömrüydü. Artıq gördüyünüz kimi polis arabaları hamısı Mercedes, BMW, Volkswagen. Bəli, bura Almaniyanın Kel şəhəridir. Və belə, keçdin Almaniya rahat, yoxlanışsız və heç bir çətinlik olmadan. Burada Alman polisi və Fransız polisi növbə çəkir. Bu Fransız polisinin arabası idi, Peugeot. Öz maşınlarını daha çox üstünlük verirlər Fransızlar. Və bəli, bura Kel şəhəri, Almaniyanın Kel şəhəri. Artıq gördüyünüz kimi 1-2 dəqiqənin içində siz keçə bilirsiniz. Bu da tram stasyonu, dediyim kimi ara sıra burada yoxlayırlar, baxın, polislər. Bu da 6 aylıq reyd keçirilir Almaniyada. Ona görə yoxlayırlar. Deməli qardaşlar, baxın, Opel, Renault, Fiat var. Çox deyil, amma görünür. Amma Kitay avtomobili yoxdur qardaş buralarda. Mən İsveçrədə də oluram tez-tez. Orada da görmürəm. İsveçlər həyatı boyu Alman Kitay avtomobilin inanmıram buraxalar İsveçrəyə. Qardaşlar, yəni bacılar, bəylər, bayanlar, xanımlar, bu qədər, yəni bəsit. İki ölkə arasında sərhəd sadəcə bir çaydan ibarətdir və bir körpü var. Bura ana yoldur, amma əslində bir çox yerlərdə körpülər var, piyada keçidləri.